21 yaşında. Həyatın şirinliklərini yeni dadmağa başladığı bir vaxtda dünyasını dəyişmiş bahar ömürlü əzizimiz Ceyhun Abdullayevə babası və əslində ata əvəzi olan Mirfəttah Abdullayevin dilindən yazılmış ağı. Müəllif Xuraman Zakir qızı. Canımın yarısı, ürəyim bala, gözümün işığı, gərəyim bala, evimin sütunu, dirəyim bala, sənli diləyimə çata biləydim. Sən övlad olmadın, övladdan ötə. Bilmədim babayam, ya doğma ata. Bircə yolkaş əlim əlinə çata. Cismini cismimə qata biləydim. Yoxluğun qəlbimə sapladı oxu. Mirfəttah dözənmir bu dərdə axı. Kaş ki gördüklərim olaydı yuxu. Oyanıb bu dərdi ata biləydim. Necə rəva gördün bu dərdi bizə. Çəkilməz yük qoydun sən çiynimizə. Aram olmur əsla Fatimə, Pürzə. Bu böyük bəlanı xəta biləydim. Tükənmir, azalmır heç ağrım, acım. Cansız şəkillərə qalıb əlacım. Fələyin gücünə yetəydi gücüm. Sənin məzarında yata biləydim. Sənin məzarında yata biləydim. Nakan balamız Ceyhunun dilindən. Ömrün fəsilləri çoxdur. Mənə düşən təkcə yazdı. Mən həyatı çox sevirdim. Bəxti yazan belə yazdı. Ürəyimdə qaldı bütün arzularım, diləklərim. Zülm elədi fələk mənə, şans vermədi, quyu qazdı. Mən həyatı çox sevirdim. Bəxti yazan belə yazdı. Bəxti yazan belə yazdı.